Köhnə Mercedeslər sadəcə maşın değildi, bir standart idi. Qapını bağlayanda çıxan o səs, o ağırlıq hissi, keyfiyyət danışırdı. Məsələn, Yeşka, Dörgöz və Çeşka. Bu modellər dözümlülük deyəndə ilk yada düşən maşınlardandır. Sadə, möhkəm və illərlə yorulmadan işləyən mexanika. Bir vaxtlar Mercedes-Benz maşınları uzun ömürlü olsun prinsipi ilə istehsal edirdi. Qalın materiallar, minimal elektronika və maksimum etibarlılıq. Elə Yeşka və Çeşka var ki, 30 il keçib, amma hələ də yolda problemsizdir. İndi isə dövr dəyişib. Yeni Mercedeslər daha komfortlu, daha sürətli, daha texnolojidir. Ekranlar, sensorlar, assist sistemlər, hamısı var. Amma bir çox sürücülər deyir ki, o köhnə tank kimi möhkəmlik hissi əvvəlki kimi deyil. Bu, keyfiyyətin bitməsi deyil, yanaşmanın dəyişməsidir. Əvvəllər maşınlar 10 illiklər dözsün deyə hazırlanırdı. İndi isə texnologiya, dizayn və bazar tələbi ön plandadır. Köhnə Mercedes, ruh, ağırlıq, dözümlülük. Yeni Mercedes, texnologiya, komfort və sürət. Amma açıq sual, səncə ən dözümlü Mercedes hansıdır? Köhnə məktəb yoxsa yeni nəsil? Və səmimi ol, uzun yol üçün hansına daha çox güvənərdin?